Salam əziz şagirdlər, mən bugün sizlər üçün Dimin 20 sınaq kitabından sınaq 1-in izahlarını verəcəm. Ümid edirəm ki, video sizin üçün xeyirli olacaq. Başlayaq suallarımız izahına. Deməli, ədəd oxunda hər birinin kəsr hissəsi 0,7 olan A və B ədədləri istəyir. Şagirdlər, biz əvvəlcə bilməliyik ki, ədədin özü bərabərdir. Tam hissə üzərinə gəlsin, kəsr hissə şəklində ifadə olunur və kəsr hissə 0-dan böyük olur. 1 arasında yerləşməlidir. Yəni 0 ilə 1 arasında olmalıdır, müsbət olmalıdır. Misal üçün, deyək ki, 2,7-nin tam hissəsini və kəsr hissəsini tapmaq istəyirəm. Tam hissəsi 2 olacaq, kəsr hissə də 0,7. Məsələn, 2,8-in tam hissəsini tapmaq istəsəm, 2 üzərinə gəlsin 0,8 şəklində tapacaq. Amma mənfi ədədlərdə isə bu biraz fərqlidir. Yəni, mənfi 5,2-nin məsələn, tam hissəsini və kəsr hissəsini tapmaq istəsəm, mənfi 5,2-nin tam hissəsi neçədir şagirdlər? Mənfi 5 yaza bilmərəm mən artıq. Məsələn, yazsaq ki, mənfi 5 üzərinə gəl 0,2. Bax, bu neçə eləyəcək? Bu eləyəcək mənfi 4,8. Göründüyü kimi, bununla bu bərabərliyi ödənmir. Ona görə bu şəkildə yox, biz yazacaq mənfi 5,2 bərabərdir. Mənfi 6, bu mənfi 5,2-dən bir vahid, yəni belə deyək, sol tərəfdə yerləşən tam ədəd. Sol tərəfində yerləşən tam ədəd mənfi 6. Mənfi 6-nın üzərinə neçə gəlsəm, 5,2 eləyər, mənfi 5,2 eləyər. 0,8. Deməli, tam hissəsi bu oldu. Tam hissə yazacağım bundan sonra. Kəsr hissəmiz də bu şəkildə. İndi bu verilən sualda, birinci sualda biz necə yaza bilərik? Birinci sual üçün biz bunu bax bu şəkildə izah edeyim şahidlər. Deməli, A, onda biz götürəcəyik A ədədi mənfi 4 üzərinə 0,7 gəlsəm neçə eləyəcək? Mənfi 3,3. Düzdürmü? Deməli, A-mız neçə çıxdı? Mənfi 3,3. Bu A ədədi. Bunu tapdıq. İndi B ədədini tapanda isə B görürük ki, 2-nin sağındadır, müsbət ədəddir. Yəni, ona görə biz nə edəcəyik? B-ni 2-nin üzərinə 0,7 gəlməklə rahatlıqla tapa bilərik. Yəni, 2,7-dir. Bizdən də A plus B-ni istəyir. Bu da bərabərdir. Yazarıq. Mənfi 3,3 üzərinə gəl 2,7. Bu da bərabərdir. Mənfi 0,6. Doğru cavab hansını alırıq? B variantı. İkinci sual. İkinci sualımıza başlayaq şahidlər. Deməli, 1,2 bölünsün 0,2. Bu cür kəsirləri biz nə edirik? Hər ikisini tam ədədə çevirməyə çalışırıq. Yəni, 1,2 və 0,2-ni neçəyə vursam tam ədəd eləyər? Göründüyü ki, məxrəci biz 100-ə vursaq 2 eləyər. Eyni zamanda biz kəsrin məxrəcini 100-ə vurduğumuza görə surəti də 100-ə vurmalıyıq. Surəti 100-ə vuranda 120 eləyəcək. Üzərinə gəl. Sonraki kəsri də 122, 100-ə vurdum. Həm də məxrəci 100-ə vururam. Üzərinə gəlinsin, 26 bölünsün. 1 tam dövrdə 4. 1 tam dövrdə 4 də 1 tam 9-da 4 şəklində yazılır. Yəni, bu 1, 4, 4 gelməsi 1 tam 9'da 4 şəklində yazacaq. Bu da bərabər 122-yə böləndə 60, üzərinə gəl. 122-ni 2-yə böldükdə 61, üzərinə gəl. 26 bölünsün. Bunu da düzgün olmayan kəsrə çevirsək, 1-i 9-a vurub üzərinə 4 gəlirik. 13. Bu da bərabər. 60 ilə 61-in cəmi 121. Üzərinə gəl. Bu 13 ilə 26-nı ixtisarləsə 2 qalır. 9 surətə vurulur. 2 vurulsun 9. 121 üzərinə gəl. 18. Bu da eləyəcək 139. Doğru cavab D bəndi almış olacaq. Şahidlər. Üçüncü sualda nə edəcək? Deməli, verilən A və B-nin qiymətləri verilir və əbobunu istəyir bizdən. A və B-nin əbobunu taparkən biz nə edəcəyik? Hər ikisində ortaq olan və qüvvətləri ən kiçik olanları götürəcək. Ən kiçik olan hər ikisində deməli A və B-də M-lərdən hər ikisində 3 dənədir. Düzdürmü? Ona görə biz M kubun yazacaq. A-da M kvadratıdır. B-də isə N-dir. Deməli, kiçiyi hansıdır? N-dir. Vurulsun. P-dən A-da 6 dənədir. B-də isə 3 dənədir. Kiçik olan P-nin kubunu götürəcək. Başqa uyğun olan varmı? Yəni, hər ikisində ortaq olan varmı? Z üstü 10-dur. Digərində isə T üstü 6-dır. Yoxdur. Deməli, bizim əbobumuz bu variant olacaq. Cavabımız A variantında görsənir. Əgər şagirdlər bizdən əkobunu istəsəydi, bax əkobunu istəsəydi, nə edəcəkdik? Bu ortaqların
qüvvətləri ən böyüyü götürəcəyik və digər vurğuları da yazacaqdıq. Yəni əkobunu tapmaq istəsək necə olacaq? Əkobu yazıram. Birbaşa yazacağam. M-in kubu n-dən n böyüyü hansıdır? N kvadratı. P-lərdən ən böyüyü P üstü 6-dır. Z və T heç birində yoxdur. Bunları da yazırıq. Çünki ortaq olmayanlar lazımdır bizə. Z üstü 10 və T üstü 6. Deməli, əkobu istəsəydi bu olacaq. Üçüncü suala baxaq şahidlər. Deməli, verilən ədədi standart şəkildə yazılışında hansı ifadələr doğrudur? Bunun üçün əvvəlcə biz bilməliyik nəyi? Ədədin standart şəkli R bərabərdə A vurulsun 10 üstündə N şəklində ifadə olunur. Deməli, A burada qiymətli hissədir və həmin A 1 və 10 arasında yerləşməsi lazımdır. N isə tərtib adlanır. N də nədir? Daxil olmalıdır Z-ə, tam ədədlərə. Deməli, A qiymətli hissədir. Bax, bura qiymətli hissədir. Bura isə nədir? Tərtibdir. Qiymətli hissə, burada tərtib yazaq. İndi misal üçün başqa bir dənə özümdən nümunə göstərəm. Deyək ki, 274 ədədi mən standart şəkildə göstərmək istəyirəm. Bunun üçün 274 ədədi 1 və 10'un arasında düşmür. Mən burada vergülü hardan ayıracağım? 2 tam %74 şəklində yazacağım və vurulsun 10 üstü. İndi mən bu vergülü sola gətirmişəmsə, bu ədədin özü alınması üçün mən neçəyə vurmalıyım? 10 üstü neçəyə? 2'yə. Deməli, bu olur bizdə A, bu olur bizdə nə? N, tərtib. Bu ədədimiz üçün də verilən bu ədədimiz ki var. Bunu yazaq bura. Deməli, bu ədədi standart şəkildə gətirmək üçün biz nə edəcəyik? 1 tamdan ayıracaq vergülü. Niyə? Çünki 1 ilə 10'un arasına düşsün. Vurulsun 10 üstündə. İndi baxaq. Vergülü mən bura gətirmişəm. Düzdür müşahidə? Buradan bura qədər olan neçə ədəd var? 1, 2, 3, 4, 5, 6 da. Deməli, 10 üstü 6 yazacağım. Buradan görsəndi ki, A qiymətli isə 1 tam %26. 6 isə nədir? Tərtibdir. Gəl baxaq hansı variantlar var. Deməli, 1 tam %26 3'dədir və tərtibdə 6, 3 və 5 C bəndi. Doğru cavab C bəndi. Deməli, şahidlər 5-ci suala baxaq. 5-ci suala hər bir mötərizəni mən ayrı-ayrıca hesablayacağım şahidlər. Deməli, 1 tamdan 0,5 çıxdıqda bu nə deməkdir? 1 çıxılsın 2'də 1 deməkdir. 1'dən 2'də 1 çıxmaq, 2'dəkidən 2'də 1 çıxdıqda 2'də 1. Bu birinci mötərizəmiz. Sonraki mötərizə 1 çıxılsın 0 tam dövrdə 3. Bu nə deməkdir? 1 çıxılsın 9'da 3. 9'da 3'dən 1'dən 9'da 3 çıxmaq, 9'da 9'dan 9'da 3 çıxanda 9'da 6. İxtisar eləsəm 3'ə, surətdə 2 qalar. 9'da qalar 3. 3'də 2. Sonraki 1 çıxılsın 0 tam %25. 1 çıxılsın 0 tam %25. 1 çıxılsın 4'də 1 deməkdir. Yəni 4'də 4'dən 4'də 1 çıxanda 4'də 3 qalacaq. Üçüncü və sonuncu 1 çıxılsın 0 tam 10'daki. 1 çıxılsın 10'daki də neçə deməkdir? Şahidə 5'də 1 deməkdir. 5'də 5'dən də 5'də 1 çıxdıqda 5'də 4. İndi bunları bir-birinə vuraq. Deməli yazacaq 2'də 1 vurulsun. 3'də 2 vurulsun. 4'də 3. Bu da vurulsun. 5'də 4 şəklində. Buradan ixtisarlarımızı aparaq indi. Deməli bu şəkildə eləyək. 2 ilə 2 getdi. 3, 3, 4, 4. Deməli qaldı nə? 5'də 1. 5'də 1 də bizdə B bəndi. Doğru cavab. 6-cı suala baxaq şahidlər. Deməli, ədəd oxunda A ədədindən 13 vahid məsafədə yerləşən B və C ədədləri. Deməli, ədəd oxudu. A ədədi deyək ki, buradadır. A ədədindən 13 vahid sağ tərəfdə yerləşən ədəd var. Bir də sol tərəfdə yerləşən ədəd var. Hər ikisi də 13 vahid sağda və solunda yerləşir. Deməli, A-nın üzərinə 13 gəldikdə B-vi eləyib. A-nın sol tərəfinə getdikdə çıxırıq da, geriyə getdikdə. A-dan 13 çıxanda bu da neçə eləyir? C eləyir. Və deyir ki, ABC-nin ədəd ortası 20'dir. Yəni A plus B plus C bölünsün 3. Ədəd orta tapdıqda sayına bölürük yaxı. Bu bərabərdir 20'yə. İndi biz nə edəcəyik burada şahidlər? Bu B və C-nin yerinə buradakı ifadələr yazacaq. Bax, buradakı 2 dənə ifadəni yazacağım. Deməli, yazacağım. A plus, bu B-nin yerinə A plus 13. Üzərində gəl, bu C-nin də yerinə A minus 13. Bölünsün 3 bərabərdir 20 yazın. Buradan göründüyü kimi 13 və -13 gedir. 3A
bölünsün 3 bərabərdir 20-yə. 3-lər gedir. A-nı alırıq biz neçə? 20. A 20-dir. B ilə C-nin cəmini istəyir. A 20-dirsə onda B nəyə bərabərdir? 20 üzərinə gəlsin 13. Düzdürmü? Bu eləyəcək 33. C nəyə bərabərdir? 20 çıxılsın 13. Eləyəcək 7. Bunların ikisinin də cəmi 40 verəcək. Doğru cavab A variantını alacaq şahidlər. 7-ci suala başlayaq. Deməli 7-ci sualda nədir şahidlər? Əbob 8n 10n bərabərdir 10. Şahidlər ortaq olan hər ikisinin bölündüyü burada nədir? 2n'i çölə çıxarsam nə qalar? Əbob 2n'i nəyə vursam 8n eləyər? 4-ə. 2n'i nəyə vursam 10n eləyər? 5-ə. Bu da bərabərdir 10. Buradan göründüyü kimi 4 və 5 ardıcıl gələn qarşılıqlı sadə ədəd olur və ardıcıl gələn qarşılıqlı sadə ədədin əbobları 1-ə bərabərdir. Yəni 2n bərabərdir 10-a. N də nəyə bərabərdir buradan? 5-ə. N-i tapdıq 5. İndi bizə lazımdır əkobları. Əkob 3n plus 1 və bizə nə istəyir? 2n-i. Gətirib yerinə şahiddə n-i yerinə 5 qoysam, 5-i qoysam nə olacaq? 16 və 10. Hər ikisindən ortaq olan 2-ni çölə çıxarsam, əkob 8 və 5 qalar. 8 və 5-in əkobu, yəni bölündüyü ən kiçik ədəd neçədir? 40-dır. 2-ni də 40-a vursam, neçə eləyəcək? 80. Doğru cavab D bəndi. 8-ci suala baxaq şahidlər. Deyir, birinci nasos 4 saata, ikinci 6 saata doldurur. Və üçüncü isə 12 saata boşaldır. Şahidlər, hovuzu doldurarkən nasoslar doldurma zamanı toplayırıq, boşaldığında isə çıxırıq. Bunu yadda saxlayaq. Birinci nasos 1 saat işləyir. Onda 1 saatda 4də 1-in dolduracaq. İkinci nasos 2 saat işləyir. Onda 6 saatı doldurduğuna görə 6-da 2 olacaq, 2 saat işlədiyinə görə. Və çıxıram 3-cü saat 12 saata boşaldır. 3 saatda o işləyir. Deməli, çıxacam 12-də 3-ü. Bunu hesablayacağım mən əvvəlcə. Hər üçü üçün ortaq məxrəc 12-dir. 12-ni 4-ə bölsək 3, 12-ni 6-ya bölsək 2, 12-ni 12-yə 1. Bunları hesablayaq sürətləri. 3 üstə gəlir 4, üst çıxılsın 3. Bu da bərabərdir. 12-də bu 3-lər geçsin burada. 12-də 4. Yəni 3-də 1-i neyniyər? 3-də 1-i dolar. 3-də 1-i dolarsa şagirdlər neçəsi boş qalar? 3-də 2 boş qalar. 3-də 2 boş qalar. Yəni bizdən də boş qalanı istəyir. Doğru cavab 8-də B bəndi alacaq. 9-cu suala baxar şahidlər. 1 tam 3-də 2 üzərinə 6-da 7. 1 tam 3-də 2 neçə deməkdir? Düzgün olmayan kəsrə çevirək. 3-də 5. 1-i 3-ə vurub üzərinə 2 gəlir. Üstə gəlsin 6-da 7. Bu neçə eləyir? Hər ikisini ortaq məxrəcə gətirsək 6. 6-ı 3-ə vursam 2. 3-ə bölsəm 2 eləyir. 2-ni 5-ə vurub 10. Üzərində də bu 7-ni gəlirik. Burada 1 eləyir də. Deməli 17 bölünsün 6. Bu 6-da 17-ni mən vuracam. Mötərizə çölündəki 12 bölünsün 17-yə. Buradan da 17-lər ixtisar gedir. 12-yi də 6-ya böləndə neçə eləyir? 2. Deməli 2. Sonrakılar 2 üzərinə gəlsin. 2 tam 10-da 1-i 0 tam %7-yə böldükdə nə edəcəm mən? Məxrəciyi 100-ə vuracam və surəti də 100-ə vuracam. Olacaq 210. Üzərinə gəlsin. 0 onda 9-u 10-a vuranda 9, surəti də 10-a vuranda 90. Bu bərabərdir. 2 üstə gəlsin. 210-u 7-yə böldükdə 30, üzərinə gəlsin. 90-ı da 9-a böldükdə 10. Cavabımız eləyəcək 42. Doğru cavab C bəndini alacaq. 10-cu suala baxaq şahiddə. Deməli, əbob 160 və 240 istəyir bizdən. Əvvəlcə bunu tapaq. Əbobların tapanda hər ikisində 160 və 240-ın bölündüyü ədəd neçədir? 80. 80-i əbob 80-i neçəyə vursa 160 eləyər? 2-yə. 80-i neçəyə vursa 240 eləyər? 3-ə. Deməli, bunlar da qarşılıqlı sadədə olduğuna 1. Deməli, bu əbobları bunların 80 oldu. Əkoblarını tapaq. Əkob. Deməli, 120 və 42.
120 və 42 hər ikisi şahidlər neçəyə bölünür? 6-ya bölünür. 6 əkob. Burada 6-nı 120 eləmək üçün 20 yazacaq. 6-nı da 7-yə vursaq 40 eləyər. Düzdürmü? Burada 7 yazacaq. Bu da bərabərdir. Göründüyü kimi şahidlər bunlar necə ədədlərdir? Qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir. Yəni 20 vurulsun 7. Bu da bərabərdir. 6-nı 20-yə vuranda 120 vur 7 eləyəcək 840. Deməli, əkobları 840, əbobları isə 80. Bunları ikisinin cəmini istəyir bizdən. 840 üzərinə gəlinsin 80. Bu da eləyəcək 920. D bəndini alacaq. 11-ci sual. A bərabərdir 5 kök altında 18 çıxılsın 3 kök altında 8. Deyir, ədədin kəsr hissəsini tap. Ədədin kəsr hissəsini tapmaq sayıda biz nə etməliyik? Əvvəlcə bu ədədin verilən ədədi biraz sadələşdirək. Deməli, necə sadələşdirəcəyik bunu? Yəni, belə sadələşdirək. Deməli, bunu 9 vur 2 şəklində yazdım. Bunu da 4 vurulsun 2 şəklində. 9-dan 3 çölə çıxsa, 5 vurulsun 3 kök altı 2 çıxılsın, 3 vurulsun 4-dən də 2 çıxır, qalır kökün altına 2. Bu bərabərdir 15 kök altı 2 çıxılsın 6 kök altında 2. 15-dən də 6 kök altını çıxanda, yəni 15 kök 2-dən 6 kök 2 çıxanda 9 kök 2. Deməli, şagirdlər bizim A ədədinin neçədir? 9 kök altında 2-dir. İndi bunu biraz kökün altına salsa bu 9-u neyniyər? 9'un kvadratı vur 2. Yəni kök altında 162. Kök altı 162. İndi şahide biz demişdik ki ədədin özü bərabərdir. Tam hissəsi üstə gəlsin kəsr hissəsi. Bu ədədin tam hissəsini tapmaq lazımdır. Ədədin özü kök altı 162'dir. Bunu bildik. Tam hissəsini tapmaq üçün bu 162 12'nin kvadratı 144 eləyir. 13'ün kvadratı isə 169 eləyir. Deməli bu ədəd, bax bu ədəd 162 kök altı 162 12 və 13 arasında yerləşir. Tam hissəsi neçə olacaq? 12. Üzərinə gəlsin kəsr hissə. Bizdən də kəsr hissəni istəyir. Kəsr hissə onda bərabərdir. Ədədin özündən, yəni kök altı 162'dən çıxacaq 12'ni. 162 də nə idi bizdə? 9 kök 2 deməkdir. 9 kök 2 çıxılsın 12 şəklində olacaq. Cavabımız elə bu şəkildə verilmiş. Bu şəkildə A bəndi. 12-ci suala baxaq şahidlər. Deməli bu cür kəsirlərdə biz nə edəcəyik? 2, 5, 1 düzdürmü? Üstə gəlinsin 5, 8, 1. Nöqtələr qoyaq, hamısını yazmayayım. 14 vur 17, bu da 1. Aralarında fərq neçə vahid artıb? Bax, 2 kəsir məxrəcinə baxın. Bu 3 vahid artıb, düzdürmü? Bu da eyni şəkildə 5-dən 8-ə gəlib 3 vahid artıb. 14 də 17-yə gəlib nə edib? 3 vahid artıb. Deməli, nə edəcək? Həmin o 3'ü kəsir məxrəcində mötərizə xaricinə çıxardacaq və surətdəki birləri də çölə çıxartdıq. Bu şəkildə. Bu birləri çölə çıxartdım bir şəklində. Və kəsirin mötərizənin içərisində isə nə olacaq? Baxın. Bu mötərizənin içərisində isə bu şəkildə yazacağım. 2-də 1-dən çıxacağım bu 17-də 1'i. Yəni 2-də 1 çıxılsın 17-də 1 yazacağım. Bu da bərabərdir. 3'də 1 vurulsun. 2 ilə 17 buranı hesablayıram. Ortaq məxrəci 34'dür. 34'ü 2'yə bölüb 17. 34'ü 17'yə bölüb 2. 17 çıxılsın 2. Bu da bərabərdir. 3'də 1 vurulsun. 15 bölünsün 34. 15 ilə 34 ixtisar gedir 5 qalır. Deməli cavabımız 34'də 5 alınacaq. Doğru cavab B bəndi. Növbəti sualımız 13-cü sual. Ədədlərin işarəsini müəyyən edin deyir. Deməli A bərabərdir 3/10'dakı çıx kök altında 10. Bu cür ifadələri nə edirik şahidlər? Hər birini ayrı-ayrı da, bax bunu da ayrıca kvadrata yüksəldib fərqə baxırıq. 3/10'dakinin kvadratı, əvvəlcə 32'nin kvadratı neçə olduğunu bilirik biz. 32'nin kvadratının 1024 olduğunu bilirik. 3/10'daki isə onda 10/24 eləyəcək. Kök altı 10'un kvadratı isə neçə eləyir?
10 edir. Deməli bu ifadədən bax bundan bunu çıxanda nəticə nə edir? Bu böyük olduğuna görə 10,24. Nəticə müsbət elər. Deməli A-nın işarəsini tapdıq biz nə? A müsbət. B-nin işarəsini tapaq indi. B-nin işarəsinə baxaq. B bərabərdir 7 kök altında 2 çıxılsın 5 kök altında 5. Bunu da eyni qayda ilə 7 kök altında 2-nin mötərizə kvadratına baxırıq. Eləyir 49 vur 2. 98. 5 kök 5'in də kvadratını tapsaq eləyər 5'in kvadratı 25. Kök 5'in də kvadratı 5. O da eləyər 125. 98'dən 125 çıxsam nəticə nə eləyər? Mənfi. Deməli B-nin işarəsini tapdıq nə? Mənfi. Bu B-ni də burada gəlir. Və hansını tapırıq indi? C-yə baxırıq. C-yə baxaq indi. C bərabərdir 1,8 çıxılsın kök altında 3. Yenə eyni qayda 1,8'in kvadratı 3,24'dür. Kök altı 3'ün kvadratı isə nəyə bərabərdir? 3'ə. Bundan da bunu çıxanda təbii ki 3,24 böyükdür. Ona görə müsbət edəcək. Deməli C-nin də işarəsi müsbət oldu. Deməli ardıcıllığına qeyd eləsək müsbət, mənfi, müsbət. Müsbət, mənfi, müsbət A variantında doğrudur. On dördüncü suala baxaq şahidlər. Ədədin özü deməli 6 tam 24, 24, 24 bu şəkildə sonsuz şəkildə gedir. İndi deyir ki aşağıdakilərdən hansına bərabər deyil? A variantını yazıram mən qarşısından, altından. A 6 tam dövrdə 24 nə deməkdir? 24, 24, 24 bu şəkildə gedir. B variantını yazıram aşağısından. 6, 2, dövrə gedən ədəd 42, 42, 42 bu şəkildə gedir. C variantını yazıram. 6, 24, dövrə gedən ədəd hansıdır? 24, 24, 24 bu şəkildə gedir. D variantını yazıram. 6 tam 2, dövrə gedən ədəd 424, 424, 424 bu şəkildə getdi. Y variantını da yazaq. 6 tam 242, sonraki isə 42, 42, 42 bu şəkildə dövr edir. Göründüyü kimi şahidlər rəngi dəyişək. Deməli baxın. Burada baxın 24, 24, 24 gedib. Bax burada 24, 24, 24. 24, 24, 24 bu şəkildə gedib. 24, 24, 24, 24 bu şəkildə gedib. 24, 24. Aha, baxın 42 gedib. Deməli bu 24 olsaydı düz gedib. Deməli doğru deyil deyən variant elə bax bizim axtardığımız bu idi. Doğru cavab D bəndi. Bax buna da baxaq. Y variant 24, 24 bu şəkildə gedib. Görürsünüz. Doğru cavab D bəndi. 15-ci suala baxaq şahidlər. Kəsirlərini artan sırada yazın deyir. Əvvəlcə biz bu kəsirlərə baxaq. A nəyə bərabərdir? 7 bölünsün 10. B 8-də 3'dür. C 5'də 2'dir. D də neçədir? D də 20'də 13'dür. Bu kəsirlərin məxrəclərini biz orta məxrəcə gətirək. Deməli 10, 8, 5, 20 üçün əkob neçədir? 40'dır. Deməli hər birini 40 şəklində yazacağım. Deməli A-nı yazacağım. 40'da neçəyə vurdum? Məxrəci 4'ə. Yox, surətini də 4'ə vuracağım. 28. Sonra B-ni yazacağım qarşısından. 8'i nəyə vursam 40 eləyər? 5'ə. Surəti də 5'ə vuracağım. Olacaq 5 vur 3 eləyəcək 15. C variantını yazıram. Məxrəci 40 eləmək üçün neçəyə vururam? 8'ə. Surəti də 8'ə vuracağım. 16. D variantında da 40 eləmək üçün 2'yə vuracağım. Deməli 2'yə vuranda 40. Surətdə də 26. İndi bunları artan sırayla yazmaq üçün şagirdlər nə edəcək? Bax bu şəkildə yazdıqdan sonra göründüyü kimi kəsirlərin məxrəcləri eyni olduqda surəti böyük olan böyük sayılacaq. Deməli bu surətlər içərisində ən böyük olan hansıdır? 28. Bax ən artan sıra istədiyinə görə bizdən ən sonda 28 yazacaq. Yəni A ən sonda olacaq. Bunu yazdıq. Sonra bu 15, 16, 26'dan hansı olacaq? 26 ən böyüyü. Burada D-ni yazacaq. Sonra 16'nı yazacaq. 16 dediğimiz C
və ən birinci də hansını yazacaq? B-ni. Deməli, artan sıramız bu oldu. Deməli, artan sıra. Artan sıra B, C, D, A. Doğru cavab C bəndindədir. 16-cı suala baxaq şahidlər. Deməli, AB üzərində xətt 2 rəqəmli ədədin yazılışı deməkdir. Üzərində xətt BA bərabərdir 72. Deməli, şahidlər burada nə edəcək? Bunun açılışı necədir? 10A üzərinə gəlsin B çıxılsın. Bu da 10B üzərinə gəl A-dır şahidlər. Qabaqdakı mənfiyə dəydiğinə görə çıx A olacaq. Bu da bərabərdir 72-yə. 10A-dan bu A-nı çıxdıqda eləyir 9A. B-dən də, bax bu B-dən də 10B-ni çıxdıqda çıx 9B bərabərdir 72-yə. Burada hər tərəfi 9-a bölsəm A çıxılsın B bərabərdir 72 də 9-a böldükdə 8 edir. Göründüyü kimi şahidlər burada fərqi 8 eləməsi üçün yalnız və yalnız 9-dan 1 çıxdıqda 8 eləyə bilər. Yəni burada məsələn fikirləşsəz ki, müəllim niyə ondan da 2 çıxa bilərəm də, ondan 2 çıxanda da 8 eləyir. Amma şahidlər burada 2 rəqəmli ədəddən söhbət gedir. Əgər mən gətirib burada A-nı bu götürmüşəmsə, B-ni də 2 götürmüşəmsə, A-nın yerinə 10 qoyduqda, B-nin yerinə də 2 qoyduqda görürsünüz 3 rəqəmli ədəd olur. Ona görə bu yazılış doğru deyil. Yalnız və yalnız deməli A bərabərdir 9 və B bərabərdir 1 şərt ödəyir 8 alınması üçün fərqin. Bizdən də A kvadratın üstə gəlinsin B kvadratını istəyir. Yəni 9-un kvadratı üstə gəlinsin 1-in kvadratı. O da eləyəcək 82. Açıq sualdır. Cavabımız 82-dir. 17-ci sual. 7, 8, 9, 10. Üzərinə gəlinsin 3, 4, 5, 6. Üstə gəlinsin 59. Deyir ki, şahidlər bu ədədin 20-yə bölünməsindən alınan qalıb. Çox sadə sualdır əslində bu sual. Gəlin belə izahlayım sizə. Deməli, 20 bölünməsi üçün bax bu ədəd özü ayrıca 20-yə bölünür. Hardan bilirəm? Bax bu 8-in içərisində 4 vur 2 kimi yazsam, bu 2-ni də bu 10-a vursam, bax buradakı 10-a 20 edir. Yəni 20 ilə 20 tam olaraq bölünür. Yəni bu ədədin 20-yə bölündüyünü bu şəkildə göstərdim. İndi bu ədədin özü də 20-yə bölünür. Hardan bildik? 4 ilə 5-i 20-yə eləyir. Bax 20-lər ixtisar gedir. Bax bu 20 ilə buradakı 20 gedəndə nə qalır? 3 vurulsun 6, 18 qalır. Bir də bunu ayrıca 20-yə bölürük. İndi bizə deməli bunlar tam şəkildə bölündüyünə görə belə getsin. Qalır nə? 59-u 20-yə bölsək nə qalır? 2 tam qalıqda neçə qalar? 2-yə vuranda 40, 59-dan da 40 çıxanda 19. Bizdən nə istəyirdi? Alınan qalıq. Deməli qalıq 19. Doğru cavab 19. 18-ci suala baxaq şahidlər. 18. 0,78-in kubu çıxılsın 0,78 vur 0,22-nin kvadratı. Belə misalları gördükdə uşaqlar qorxmayın. Çox sadə olur bu cür misallar. Yəni adətən elə olur. Sadəcə şagird özünü qorxudur bəzən. Deməli qorxmağa ehtiyac yoxdur. Bu da 78. Deməli necə eləyəcək? Bax, əvvəlcə mötərizənin içərisinə baxırıq ki, biz nə edə bilərik? Deməli mötərizənin içərisində hər ikisində ortaq olan nə var? 0,78. Bunu çölə çıxarsam nə qalar? 0,78-in kvadratı çıxılsın 0,22-nin kvadratı. Düzdürmü? Bax, bunu da bir dənə belə mötərizəyə alsam, vurulsun 10 bölünsün 0,78. Bu bərabərdir. İndi görün nə edəcək şahidlər. Bax, bu 0,78 qalsın. Vurulsun. Bax, bunu biz müxtəsər vurma düsturu kimi açsaq. 0,78 çıx 0,22. Bir də vurulsun 0,78 üstə gəlinsin 0,22. Bunu da üzərində böyük bir mötərizə vurulsun 10 bölünsün 0,78. İndi baxın şahidlər nə olacaq? 0,78 vurulsun. Bax bu neçə eləyir? Bunun üzərinə, bax bundan bunu çıxanda neçə eləyir? 0,56 vurulsun. Bunu da neçə eləyir? Cavabı 1. Vurulsun 1. Bunu da bir dənə çöldəki mötərizənin çölündəki 10 böl 0,78-ə vururuq. Bu bərabər. 0,78-ə göründüyü kimi getdi. Nə qaldı? 0,56-nı nəyə vurmaq? 10'a vurmaq lazımdır.
Bu da ona vuranda vergül neyinir? Sıfırların sayı qədər sağa sürüşür. Yəni 5,6. Doğru cavab 5,6 almış olacaq burada. 19-cu suala baxaq şahiddə. Deməli, deyir ki, 25AB7C bu ədədin, yəni deyir ki, 10'a böldükdə qalıqda 4 alınır. 10'a böldükdə qalıqda 4 alınırsa son rəqəminə baxacaq. 10'a bölünməsi son rəqəmi 10. Yəni sonu 0 olan ədədlər 10'a bölünür də, düzdürmü? Ona görə C burada neçə çıxır? C 4 alınacaq. Çünki 4'ü 10'a böldükdə qaldıq elə özüdür. Bu C-ni tapdıq biz. Sonra deyir ki, həmin ədədin 9'a tam bölünür. 9'a bölünmə rəqəmləri cəmi nə olmalı idi? Rəqəmləri cəmi 9'a bölünən ədəd tam şəkildə bölünürdü. C-nin də yerinə 4 yazacaq. Deməli, bu ədədin 9'a tam bölünməsi üçün rəqəmləri cəmi bölünməli idi. Burada da 7, 7, 14, bu da 4, 18. Deməli, 18 üstə gəlsin A plus B. Deməli, bu ədəd tam şəkildə 9'a bölünməlidir. Göründüyü kimi 18 arizə bölünür. 18'i 9'a bu şəkildə bölünür. Deməli, A plus B də nə olmadı? 9'a tam bölünməlidir. Bu A plus B'nin 9'a tam bölünməsi üçün A və B ədədlərini elə seçməliyik ki, bizdə deyir ki, baxın, A vur B vur C ən böyük qiymət alsın. Ən böyük. Ən böyük olması üçün şahiddə biz indi burada elə ədədlər seçməliyik ki, maksimal olsun. Deməli, baxın, belə seçək. Deyək ki, A-la B-nin cəmi 9 olsun. Düzdürmü? Baxın, bunu seçə bilərəm mən 1 ilə 8, məsələn 2 ilə 7, bu şəkildə seçə bilərəm, düzdürmü? Və yaxud da ki, olsun 5 ilə 4 olsun, bir dənə də buraya yazmadım mən. Məsələn 6 ilə də 3 olsun. Bu şəkildə yazdım, 1 ilə 8 var, yazmıram. Deməli, indi bunların hasili A vur B'nin 1'in 8'e hasil, yəni bunların ən böyüyü lazımdır. 1 vur 8 neçə eləyir? Hasil 8 eləyər. 2 vur 7 neçə eləyər? 14 eləyər. 5 vur 4 neçə eləyər? 20. 6 vur 3 neçə eləyər? 6 vur 3 18. Göründüyü kimi şagirdlər bu cür misallarda nəyə diqqət edəcək? A-B cəminin ən böyük olması üçün, yəni A-B cəmi veribsə, A-B hasilinin ən böyük istəyirsə, A ilə B-ni bir-birinə yaxın olan ədədlər götürəcək. Yəni 5 ilə 4'ü götürəcək burada. Deməli 5 ilə nəyə götürəcək? 4'ü götürəcək. 5 ilə 4'ü götürsək, bax, ən yaxındır, bir-birinə yaxındır. 5 ilə 4'ün hasili ən böyük qiymət verəcək. Deməli, biz A-nı neçə götürdük onda? A-nı götürdük 5, fərqi yoxdur. B-ni də 5 götürüb, A-nı da 4 götürə bilərik. 5 vurulsun 4, C-ni də neçə tapmışdıq? 4. Bu ifadə neçə olacaq onda? 80 alacaq. Yəni, bulan hasili. Bizdən də nə istəyir? Ən böyük qiymətini tap. A da B-dən fərqlidir təbii ki. Ona görə cavabımız alacaq neçə? 80. 20-ci suala baxaq şahidlər. 20-ci sual. Deməli, 29 bölünsün 3 bərabərdir A dövrdə B. Olarsa AB hasilisi. Biz nə edərik burada ən yaxşı üsul? 29'u 3'ə bölərik. 29'u 3'ə böldükdə 29'un içərisində 3, 9 dana 27. 9'dan 7 çıxanda 2. Deməli, yoxdur. 20'nin içərisində 6 dana 18. Deməli, 18, 2, 20'nin içərisində 6. Deməli, nə olacaq bu? Göründüyü kimi tam hissəmiz neçədir? 9'dur. Qalığımız da neçədir? Yəni, qalıq dediyimiz dövrdə olan ədədimiz də 6'dır. Deməli, B-nin A-mız 9'a bərabər imiş, B-miz də 6'ya bərabər imiş. Bizdən AB hasilini istəyir. A vur B, 9 vurulsun 6. Bu da bərabərdir 54. Doğru cavab 54 alacaq şahiddə. 21-ci suala baxaq şahiddə. Deməli, 21-ci sualda 1-dən 2-də 1 çıxdıqda neçə eləyəcək? 2-də 1 vurulsun. 1'in üstündə 2-də 1 gəldikdə 2-də 3. Müxtəsər vurma düsturu görsəniz, sadəcə bu daha biraz şagirdlər sizə rahat gələr, ona görə bu üsulu deyirəm. Vurulsun, 1-dən 3-də 1 çıxdıqda 3-də 3-dən 3-də 1, yəni 3-də 2 vurulsun. 1'in üzərinə 3-də 1 gəldikdə 3-də 3, 3-də gəl, 3-də 1 eləyəcək, 3-də 4 vurulsun. 4-də 4-dən 4-də 1 çıxdıqda 4-də 3 vurulsun. 4-də 5 nöqtələr. Ən sonda da 11'dən 11'də 1 çıxdıqda 11'də 10 vurulsun.
11-də 11-in üstünə də 11-də 1 gəlirdi, 11-də 12. Göründüyü kimi şahidə burada nə olacaq? İndi baxın, görün necə ixtisarlarımız gedəcək. 3 ilə 3, 2 ilə 2, 4 ilə 4, 3 ilə 3 bu şəkildə gedir və bunlar da hamısı gedir. Qalır, bunun qarşısında da bu 10 var. 10-da 11 var. Bax, bundan əvvəlki 10-da 11-dir. Bu da 11 ilə bu şəkildə gedir. Nəticədə qalır 2-də 1 vurulsun, 12 bölünsün 11. 12 bölünsün 11. Bu da eləyir 12 ilə 2 ixtisar gedir. Qalır nə? 6. Yəni 11-də 6. Bunu da ən başda 22 var idi. 22-yə vursaq nə alacaq? 22 ilə 11 ixtisar gedir. 2, 2-ni də 6-ya vuranda 12. Doğru cavab neçə olacaq? 12. 22-ci suala baxaq şahidlər. 22-də nə deyir? A və B natural ədədləri üçün deyir ki, modulda 2A çıx 3B ifadəsinin ən kiçik qiymət aldığını bilərək. Uşaqlar, 2A çıx 3B moduldasa bunun ən kiçik qiyməti nə ola bilər? Ən kiçik qiymət 0 ola bilər də. Ona görə 2A bərabərdir 3B yazırıq. Düzdürmü? 2A bərabərdir 3B. Buradan da A'nın 3K aldığını görürük. B'nin də 2K olduğunu görürük. Çarpaz vuranda, yəni bərabərlik ödənməsi üçün. İndi deyək ki, ən kiçik olması üçün də biz nə etməliyik şahidə burada? K'ya 1 verəcək. Çünki ən kiçik istəyir. Ona görə K'ya 1 veririk də 3 vurulsun 1, A 3 eləyəcək, B də 2 eləyəcək. İndi gətirib ifadənin ən böyük qiymətini həm də şahidə bax, göründüyü kimi burada da nə deyir? 120-ni A plus B. Deyir ki, ifadənin ən böyük qiyməti. Məxrəcin ən kiçik olması lazımdır ki, ən kiçik. Bu böldükdə, bax bu ifadəmizi 120-ni A plus B-yə böldükdə ən böyük qiymət ala bilək. 120 bölünsün. Biz də burada ən kiçiyi tapmışıq elə. 3 üstə gəlinsin 2. Ən kiçiyi eləyir. K-nı yenə 1 vermişik. 120-yi də 5-ə böldükdə neçə eləyər? 120 bölünsün 5. Bu da bərabərdir 24. Doğru cavab 24 alacaq şahidlər. 23-cü suala baxaq şahidlər. Deməli, verilən ifadəni yazaq bura əvvəlcə. X çıxılsın 4, üstünə gəlsin x çıx y, üstə gəlsin 3 kvadratı. Üstə gəl modulda z üstə gəlsin y çıx 13 bərabər 0. Şahidlər, biz burada diqqət eləməliyik nəyə? Bax, göründüyü kimi kökün altından mənfi ədəd çıxa bilməz. Buradan da mənfi ədəd çıxmaz. Hər biri bunların müsbətlərdir, düzdürmü? Bax, moduldan da nə çıxa bilməz? Mənfi, hər biri müsbət. 3 müsbət ədədin cəmi 0 olması üçün nə olmalıdır? Hər birinin qiyməti 0 olmalıdır ki, cəm 0 versin. Onda kök altında x çıx 4 bərabərdir 0, x buradan bərabərdir 4. Bunu tapdıq. Gətirib digəri x çıx y, üstə gəlinsin 3 bərabər 0, x-in yenə 4 qoyacam, 4 çıx y üstə gəl 3 bərabərdir 0. Buradan y-nin 7 olduğunu görürük. Və digəri z plus y çıx 13 bərabərdir 0. Z y-in yenə 7 yazacam. Çıx 13 bərabərdir 0. Z-in də 6 olduğunu tapıram. Bizdən nə istəyir? Bunların cəmini istəyir. Yəni x üstə gəl, y üstə gəl, z 4, 7 və 6. Cəm eləyəcək neçə? 17. Doğru cavab neçə alacaq? 17. 24-cü sual. N-in neçə natural qiyməti? Kəsrin qiyməti natural ədəd. Verilən ifadəyə yazaq. N plus 4, N plus 11. Üstə gəlinsin N çıx 4, N üstə gəlinsin 2. Bölünsün N bərabərdir. Şəhdə bunu vurub açmağın məcburiyyətindəyik. Görək nə alınacaq yuxarıda surətdə. Deməli, N-i N-ə vurduqda N kvadrat, N-i 11-ə vurduqda 11N, 4-ü N-ə vurduqda 4N, üstə gəl 44, üstə gəlinsin N-i, bax buradakı N-ə vururam, sonra da 2-yə vuracam. N-i N-ə vurduqda N kvadrat, üstə gəl 2N, sonra bu 4-ü buradakı N-ə vuracam və bunu da buradakı 12-yə vuracam. 4-ü N-ə vuranda qabağında da qarşısında mənfi 4 var, mənfi var, deməli mənfi 4N, mənfi 4-də 2-yə vuranda çıx 8, bölünsün N, bu bərabərdir. N kvadrat eləyir 2N kvadrat. 11, bu da 4, 15N, bax 11N, bu da 4N, 15N, sonra burada 2, 17N, 17N'dən də 4N-i çıxanda 13N, üstə gəlinsin 13N, 44, bu da 8 çıxdıqda, bax bu 44-dən, bu 8 çıxdıqda
36 bölünsün n. Bunların hər birini ayrı-ayrı yazsaq, kəsir parçalasaq nə olar? 2n kvadrat böl n. Üstə gəl 13 n bölünsün n. Üstə gəl 36 bölünsün n. Deməli, bax, bu tam şəkildə bölünür. Qalır nə? 2n. Üstə gəl. Bu da tam şəkildə bölünür. Qalır 13. Üzərinə gəl. İndi bax, bizə tam ədəd olması üçün n-in neçə natural qiymət? Aha, natural dediyinə görə 36-nın bölənləri götürəcək və müsbətləri götürəcək. Natural istəyir. 36-nın bölənləri deməli, bu tam ədəd olmalıdır, düzmü? Natural ədəd deyək. Natural ədəd olması üçün onda n bərabərdir 1, 2, 36 bölənləri axtarım şahidlər. 2, 3-ə bölünür, 4-ə bölünür, 6-ya bölünür, 9, 12, 18 və 36. Neçələri? 1, 2, 3, 4, 7, 8, 9. Deməli, 9 dənə natural qiyməti var. Deməli, cavabımız 9 şahidlər. Deməli, nəhayət 25-ci suala gəldik şahidlər. 25-ci sual deyir ki, uzunluğu 96 və 54 olan düzbucaqlı futbol meydançası var. Belə bir, deməli, belə bir düzbucaqlı forması var deyir. Futbol meydançası, düzdürmü? Deməli, bura 54-dür. Bura isə neçədir? 96-dır. Künc nöqtələri də başlamaqla perimetr boyunda aralarındakı məsafələr bərabər olmaqla dirəklər basır. Bərabər olmaq dediyinə görə əboblarını tapacağım şahidlər bunları. Baxaq görüm neçə metrədən biz bunların dirəklərini bastıra bilərik. 96, 54. 96 və 54-ün əbobu hər ikisinin bölündüyü ədəd 6-dır şahidlər. 6, baxaq görüm əbob burada nə qalar? 16, 54-ü də 6-ya böləndə 9 eləyir. Göründüyü kimi bunlar da qarşılıqlı sadə ədədlərdir, əboblar bilir. Deməli, hər 6 metrədən bir nə edəcək? Dirəklər bastıracaq. İndi perimetri boyunca deyirsə, deməli, ətrafına deyir də, bax, bu künclərdə daxil olmalı. Onda bunun perimetri nəzərdə tutulur. P bərabərdir 2 vurulsun, 54 üstə gəlsin 96. Bu da bərabərdir 2 vurulsun, 54 ilə 96 toplasaq 0, 14, 15 eləyəcək 300 metr. 300 metri 6 metrədən 1 dirəklər bastırsaq, bizə nədir dirəklər bastırmaq? Bunun üçün ən azı 300-ü 6-ya böldükdə neçə eləyər? 50 dənə dirək lazım olar bizə. Ən azı 50 dənə. Doğru cavab 50. Bu qədər əziz şagirdlər. Hər birinizə izlədiyiniz üçün təşəkkürümü bildirirəm. Kanala abunə olmağı unutmayın. Bu cür videolarımızın davamı gəlsin deyə deyirəm. Təşəkkür edirəm. Çox sağ olun.